Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın əməkdar artisti Coşqun Rəhimovun atası Allahverdi Rəhimov 82 yaşında dünyasını dəyişib. Aktyorun atası bugün xərçəng xəstəliyindən vəfat edib. Allah rəhmət eləsin. Sosial Xidmətlər Agentliyi Ağdaşda mənzillər alır. Xəbər verilir ki, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün Ağdaş rayonunda mənzil təminatı məqsədilə satınalma həyata keçirir. Satınalma çərçivəsində 20 ədəd 2 otaqlı və 27 ədəd 3 otaqlı mənzil alınacaq. Müqavilənin ümumi dəyəri 3 milyon 187 min manat təşkil edir. Xeyirli olsun.